O qədər bəzən dəyərsiz işlərlə vaxtımızı keçiririk ki, önəmli işlər yadımızdan çıxır. Ona görə fikirləşirik ki, həmişə vaxtımız var, həmişə yeri olacaq, həmişə bu fürsət olacaq. Ancaq bilmirik, bəlkə bu fürsət sənin həyatında ən son fürsətindir. Biz bunu dəyərləndirə bilmirik. Bu düşüncələrlə yola çıxdım. Reyslər üzərinə uzanmış adam əsərini yazdım. Onu ilk olaraq özümə bənzətdim. Sonra baxıb gördüm ki, yanımda olan insanlar da elə əslində Tedin həyatını yaşayır. Ondan başladım bu ideyanın əsasında o kitabı qələmə almağa. Əsər layiqli yerini tapdı düşünürəm. Qızıl medal mükafatına layiq görüldü beynəlxalq kitab müsabiqəsində, Amerikada keçiriləcək bu müsabiqədə. Orada olan mövzular əslində çox şaxəlidir. Orada sevgi var, orada həyatın mənası var, orada dostluq var və sevginin çoxlu rəngləri var. Bizlər bəzən sevgi deyəndə əks cinsə olan sevgini düşünürük, ancaq ananın övladına olan sevgisi başqa rəngdədir, ancaq yenə də sevgidir. Hansısa bir ev heyvanını sevirik, bu da sevgidir, ancaq başqa bir formadadır. Mən sizi sevirəm. Bu sevgi də digər sevgilərdən fərqlidir, ancaq yenə də sevgidir. Sizin bir yazıçıya olan hörmətiniz və sevginiz, bu da sevgidir. Bizlər bəzən bu rəngləri də unuduruq, hamısını eyni rəngdə görürük və mən burada istədim ki, o sevgini həqiqi yerinə qaytarım. Yəni əslində sevginin o qədər rəngləri var ki, biz onu bəzən unuduruq. Günümüzün insanı sevgidən güc ala bilmir. Reyslərdə o sevginin fərqli çalarlarını göstərib, həqiqi sevginin nəyə qadir olduğunu insanlara başa salmaq istədim.